Bismillahirrahmanirrahim və bihi nəsta'in. Allah Rəsulü Şəbaniyə xutbəsinin bu hissəsində belə buyurur. Əyyuhən nas, mən həssənə minkum fi həzəş-şəhr xulqəhu kənə ləhu cəvazən aləs-sırat yəvmə təzillu fihil-əqdam. Ey cəmaat, hər kəs sizlərdən bu Ramazan ayında əxlaqın gözəlləşdirsə, qiyamətin günündə sıratdan keçərkən ki, insanların bir çoxlarının qədəmi büdüriyər, ayaqlar titriyər, bu adama sırat körpüsündən keçməyə icazə verirlər. Gözəl əxlaqa çox təkid olunubdur. Həmişə bizlər gözəl əxlaqa sahib olmağa çalışmalıyıq. Əxlaqımızı gözəlləşdirməliyik. Bizə bir vəzifədir bu. Gözəl əxlaq çox əhəmiyyət kəsb eləyir. O qədər ki, Allah Rəsulü buyurur ki, mən seçilmişəm gözəl əxlaqı kamilləşdirmək üçün. Həmişə bizlərə vəzifədir ki, əxlaqımızı gözəlləşdirək. Ələl xüsus Allahın bu rəhmət, məğfirət ayında ki, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, əxlaqınızı Ramazan ayında gözəlləşdirirsiniz. İmam Sadiq əleyhissalam buyurur, İnnə su'əl xulqi lə yufsidul imana. Kəmə yufsidul xəllul əsələ. Pis əxlaq imanı xərab edər. Necə ki, sirkə balı xərab edir. Yəni, bizlərə vəzifədir ki, əxlaqımızı gözəlləşdirək ki, imanımız zayi olmasın, xərab olmasın, aradan getməsin. Əxlaqi məsələlər çox əhəmiyyət kəsb edir dinimizdə. Qurani Kərimin ayələrinə və Allah Rəsulunun və məsum imamlarımızın hədislərinə nəzər salsuq, müşahidə eləyərik ki, gözəl əxlaq nə qədər əhəmiyyət kəsb edir və bizlərə Qurani Kərim tapşırır, Allah Rəsulü və imamlarımız, ilahi övliyalar tapşırır ki, əxlaqımızı gözəlləşdirək. Ələl xüsus mübarək Ramazan ayında Həzrət Rasulullah buyurur, əxlaqınızı gözəlləşdirirsiniz və mükafat olaraq buyurur. Buyurur ki, hər kəs Ramazan ayında əxlaqın gözəlləşdirsə, sırat körpüsündən rahat keçər. Bir halda ki, sırat körpüsündən keçmək qiyamətin günündə çox çətin olar. Hədislər var bu barədə ki, insanlar xəzan yarpağı tək sırat körpüsü üzərindən cəhənnəmə tökülərlər. Sırat körpüsü üçün gərək həyatımızda sırat-ı müstəqim üzərində hərəkət eləyək. İstəyək qiyamətin günündə o sırat körpüsün rahat keçək, gərək şəriət əsasında yaşayaq. Allahın istədiyi kimi yaşayaq. Allahın bizə qoyduğu bu şəriəti tanıyaq və onun üzərində yaşayaq. Bu dünyada olan sırat-ı müstəqim həmin şəriətdir ki, ilahi qanunlardır ki, əgər bizlər onun üzərində yaşasıq, nəticə olaraq biz qiyamətin günündə sırat körpüsündən rahat keçərik. Və bunu da gərək qeyd eləyəm ki, Əhl-i Beyt imamlarımız sıratdır, sırat-ı müstəqimdir, doğru düzgün yoldur. Bir çox hədislər var bu barədə Əhl-i Beyt əleyhissalamdan, məsum imamlarımızdan ki, özlərin sırat adlandırıblar. Hədislər bu məzmunda çoxdur ki, bir çoxları sağa getdilər, bir çoxları sol tərəfə getdilər. Yəni, yollarını azdılar. Hər kəs biz Əhl-i Beytə tabi oldusa, sırat-ı müstəqimdə oldu və nicat tapdılar. Və biz ziyarətlərdə imamlara sirat deyərək salam veririk. Sırat-ı müstəqim deyərək xitab edirik. Həzrət Rasulullah buyurur ki, Ramazan ayında əxlaqınızı gözəlləşdirirsiniz. Və Ramazan ayında və ümumiyyətlə gözəl əxlaqın mükafatı budur ki, insan sırat-ı müstəqimdən rahat keçər. Hər kəs məxsusən Ramazan ayında əxlaqın üzərində işləyərsə. Çünki bu qeydləri gərək vuraq. Ramazan ayında insanlar oruç tutur, ac qalır, susuz qalır. Müəyyən insanlar var ki, müəyyən vərdişləri var, o vərdişlərdən çəkinirlər. Təbiidir ki, ac qalan insan, susuz qalan insan tez əsəbləşə bilər, xasiyyətində
tündlük yarana bilər, xasiyyəti tünd ola bilər, kobudlaşa bilər. Ələl xüsus oruc olarkən gərək çox ehtiyatlı olaq. Kimisə dilimizlə incitməyək, əxlaqımız kobud olmasın. Mübarək Ramazan ayı ki, Allahın rəhmət ayıdır, əxlaqımızı, xasiyyətimizi gözəlləşdirək. Sonra Həzrət buyurur, وَمَنْ خَفَّفَ فِي هَذَا الشَّهْرِ مِمَّا مَلَكَتْ يَمِينُهُ خَفَّفَ اللّٰهُ عَلَيْهِ حِسَابَهُ. Hər kəs əlinin altında olan insanların işin yüngülləşdirərsə, Allah Teala qiyamətin günündə onun hesabını asan edər, hesabını yüngülləşdirər. Müəyyən insanlar var ki, bəzi insanların əlinin altında işləyirlər. İşçisidirlər. Məsələn, fəhlə kimi işləyə bilər, ya bir müəssisədə insanın işçiləri ola bilər, insan o müəssisənin müdiri ola bilər. Ya məsələn, insan evinə, həyət bacasına fəhlə gətirə bilər, qulluqçu gətirə bilər. Məsələn, hərbidə zabitlər, əskərləri gərək nəzərə alalar. Hədislərdə var ki, Allah Rəsulü buyurur ki, fəhlə ki işlədi, fəhləni ki işlətdin, onun təri qurumadan onun əl-muzdun zəhmət haqqısını ver. Allah Rəsulü xüsusi olaraq mübarək Ramazan ayını qeyd edir. Həmişə gərək insan əlinin altında olan işçilərin işin asan eləyə, onları incitməyə, onların işini çətinləşdirməyə, ələl xüsus mübarək Ramazan ayında ki, rəhmət ayıdır. Allah bizlərə öz rəhmətin şamil edir. Biz də gərək kimlərəsə rəhm edək, mərhəmət hissi göstərək. Məxsusən müsəlmanlar, bütün işçilər ki, mübarək Ramazan ayında oruç tuturlar. Oruç tutarkən insanlar zəifliyirlər. Fəhlə gətiribsən, işlədirsən, o fəhlə orucdur. Başqa vaxtlardan gərək çox onun qayğısına qalasan, ona mərhəmət hissi göstərəsən. Məsələn, neçə saat işləməlidirsə, o saatın azaltmalısan. Xülasə nəzərə almalısan mübarək Ramazan ayında işçiləri. Allah Rəsulü də buyurur ki, hər kəs Ramazan ayında əlinin altında olan işçilərin işini asan eləyərsə, Allah Təbarək və Teala qiyamət günündə onun hesabını asan edər. وَمَنْ كَفَّ فِيهِ شَرَّهُ كَفَّ اللّٰهُ عَنْهُ غَضَبَهُ يَوْمَ الْقِيَامَةِ. Hər kəs bu Ramazan ayında öz şərrin, əziyyətin, pisliyin cəmaatdan, başqalarından saxlayarsa, yəni başqalarına pislik etməyə, azar, əziyyət etməyə, başqalarını incitməyə, hər kəs Ramazan ayında başqalarını incitməsə, Allah qiyamət günündə qəzəbin o adamdan saxlayar, Allahın qəzəbinə düçar olmaz, Allah belə bir insana qəzəblənməz. Hər kəsə ki, Allah qiyamət günündə qəzəb etməsə, xoş o adamın halına. Gərək biz də başqalarına qəzəblənməyək. Ramazan ayında ələl xüsus mərhəmət hissi ilə davranaq, kimlərisə incitməyək. İndi olur, insanlar görsən qəzəblənirlər, başqalarını incidirlər, təzyiq göstərirlər. Həzrət buyurur ki, belə etməyiz. Həmişə etməyək, məxsusən Ramazan ayında. Çox həssas bir aydır, Allahın rəhmət ayıdır. Gərək çox diqqətli olaq bu məsələdə. Sonra buyurur, وَمَنْ أَكْرَمَ فِيهِ يَتِيمًا أَكْرَمَهُ اللّٰهِ يَوْمَ يَلْقَهُ. Hər kəs bu Ramazan ayında bir yətimi əzizləyərsə, Allah qiyamət günündə o adamı əzizləyər. Allah hər kəsi əzizləsə, onu əzab etməz. Hər kəsi qiyamət günündə Allah əzizləsə, xoş o adamın halına. Nə edək Allah bizi əzizləsin? Allah Rəsulü buyurur ki, həmişə məxsusən Ramazan ayında yətimləri əzizləyiz. Qur'an yətimləri bizlərə tapşırır. Allah Rəsulü yətimləri bizlərə tapşırıb. Məsum imamlarımız yətimləri bizlərə tapşırıblar. Yətimlərin bizim boynumuzda haqları var. Həm maddi nöqteyi nəzərdən onlara himayə etməliyik, həm mənəvi nöqteyi nəzərdən onlara diqqət, qayğı göstərməliyik. Yətim malı yeməyin Qur'an ayəsinə əsasən çox böyük əzabları var. Allah Rəsulü yətimlər haqqında çox fəzilətli hədislər buyurub. O cümlədən məsum imamlarımızdan da çox fəzilətli hədislər var yətimlərə qayğı,
və diqqət göstərməyin qarşılığında. Həzrət Rasulullah buyurur ki, hər kəs bir yətimi öhdəsinə götürərsə, onun ehtiyaclarını ödəyərsə, cənnətdə mənimlə bir yerdə olacaq. Həzrət Rasulullah ki buyurur, mənimlə bir yerdə olacaq. Bunu buyurarkən mübarək barmaqların yaxınlaşdırır bir-birlərinə ki, bu qədər yaxın olacaq. O insan ki, bir yətimə qayğı göstərir, onun ehtiyaclarını ödəyir, yətimi öhdəçiliyinə götürür. Və insan qəlbində olan qəsavəti bir neçə şey aparar, biri də yətimə qayğı göstərməkdir. Həzrət Rasulullah buyurur ki, hər kəs bir yətimə qayğı göstərə, onun başına əl çəkərsə, əlinin altında yətimin nə qədər saçı, tükük varsa, bir o qədər Allah onun məqamını ucaldar. Allah onun əməl dəftərində mükafat yazar və bir o qədər də onun günahlarını paklayar. Həmişə bizlər yetimlərə qarşı həssas olmalıyıq. Şəhid övladlarına qarşı məsuliyyət hiss eləməliyik. Cəmiyyətdə olan yetimlərə, atasız, anasız övladlara qayğı göstərmək bizə vəzifədir, bizə borcdur, biz məsuliyyət daşıyırıq. Allah qiyamət günündə bundan sual edəcək ki, yetimlərə qayğı göstərdiniz, yoxsa yox. Günümüzdə vəziyyət çox çətindir. Məxsusən Fələstində, Qəzzədə minlərlə, 10 minlərlə yetim uşaqlar var. Biz müsəlmanlara vəzifədir bir müsəlman kimi onları düşünək, onlara qayğı göstərək. Sonra Həzrət buyurur: "Və men vassala fihi rahimeh vasalahullah bi rahmetihi yevme yelqah." Hər kəs mübarək Ramazan ayında qohum-əqrəbası ilə gəl-ged eləyə, əlaqə saxlaya, qohum-əqrəbasının əhvalını soruşa, qiyamət günündə Allah o adamı öz lütf mərhəmətinə qovuşdurar. Və mən qətə rəhiməhu qətə Allah anhu rəhmətəhu yevmə yəlqah. Hər kəs qohum-əqrəbası ilə əlaqəsini kəsərsə, Allah qiyamətin günündə öz rəhmətin və məğfirətin ondan əsirgiyər. Öz lütfün ondan əsirgiyər. Qohum-əqrəba əlaqələri bizlərə vacibdir. Və müsbət təsirləri var, insanın həyatına bərəkət gətirər, insanın ömrün uzadar. Əksi, qohum-əqrəba ilə əlaqə kəsmək böyük günahlardandır ki, insanın ömrünü azaldar, ömrün qısaldar. Şəbaniyyə xutbəsinin bu hissəsinə nəzər saldıqda müşahidə edirik ki, Allah Rəsulü xutbənin bu hissəsində ictimai məsələləri vurğulayır mübarək Ramazan ayında. Yəni belə deyir ki, insan mübarək Ramazan ayında çəkilə bir küncə, oruç tuta, zikr eləyə, Quran oxuya, istiğfar eləyə, fərdi ibadətlə məşğul ola. İnsan ictimai bir varlıqdır, ictimai ibadətlərimiz var, ictimai məsuliyyətlərimiz var. Həzrət Rasulullah bizləri xutbənin bu hissəsində gözəl əxlaqa, gözəl ictimai rəftara dəvət edir. İctimaiyyətdə, ailədə, cəmiyyətdə əxlaqımız gözəl olsun. Gözəl əxlaq. İnsan təvazukar ola, insan səxavətli ola, insan gözəl əxlaqi dəyərlərə riayət edə. Gülər üz ola, mərhəmətli ola. İkinci məsələ nədir? Buyurur ki, əl-üzün altında olan insanlara rəhm eləyiz. İctimai bir vəzifədir. İctimai vəzifələrdən biri budur ki, deyir, başqalarına pislik etməyiz, incitməyiz cəmiyyətdə insanları. İstər ailədə oruç tutarkən, ola bilsin qəzəblənəsiz, əsəbləriniz yerində olmaya, gərək buna diqqətli olasınız. Qonşularınızı incitməyiz, cəmiyyətdə insanları incitməyiz. Çalışız, heç kəsə zərəriniz dəyməsin. Növbəti məsələ yetimlərdir. Allah Rəsulü xüsusi olaraq Ramazan ayında yetimləri tapşırır. Ki, yetimləri unutmayız, məxsusən Ramazan ayında. Və sonra qohum-əqraba əlaqələrini bizlərə tapşırır. Yenə dərz eləyirəm, bu tapşırıqlar həmişə bizlərə lazımdır. Həmişə bunlara biz əməl etməliyik. Ələl-xüsus ki, Allah Rəsulü Şəbaniyyə xutbəsində xüsusi olaraq vurğulayır, Ramazan ayında bu
bu deyilənlərə riayət etməyin xüsusi fəzilətləri və savabları var. Allahın verirəm öz izzət kərəminə, Ramazan ayında Allah Rəsulunun buyurduqlarına əməl etməkdə bizlərə tövfiq inayət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.